2027-ci ildə keçiriləcək buraxılış imtahanlarında ümumi imtahan vaxtına əlavə olaraq 15 dəqiqəlik əlavə vaxt veriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzinin Dövlət Dili və Xarici Dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə, yeni yanaşmalar və perspektivlər mövzusunda təşkil olunan tədbirdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə bu dəyişiklik artıq DİM tərəfindən razılaşdırılıb. Həmçinin 2027-ci ildən tətbiqi nəzərdə tutulan yeni xarici dil imtahan modelində imtahan suallarının sayı 30 tapşırıqdan 26 tapşırığa endiriləcək. Yeni struktur üzrə 25 qapalı tipli və 1 yazılı tapşırıq nəzərdə tutulub. Yeni modelin əsas yeniliklərindən biri 11 illik təhsil səviyyəsində yazı komponentinin ayrıca tapşırıq kimi imtahana daxil edilməsidir. Onun sözlərinə görə bu dəyişiklik şagirdlərin yalnız test bacarıqlarını deyil, real dil istifadəsi, müstəqil fikir ifadəsi və məntiqi yazı qurmaq qabiliyyətini də ölçməyə imkan verəcək. DİM nümayəndəsinin sözlərinə görə əsasən yeni model beynəlxalq standartlara uyğun cifr yanaşmasına uyğunlaşdırılıb. Bu çərçivədə gələcəkdə qrammatik yönümlü sualların mərhələli şəkildə azaldılması, onların yerini daha çox oxuyub anlama, dinləmə, anlama, yazı və danışıq bacarıqlarını yoxlayan tapşırıqların alması planlaşdırılıb.